böyük siniflər gətirmişdi nəşəni. Onda ayaq yolunda çəkirlər, tualetdə çəkirlər. Mən də ayaq yoluna girmişdim, gördüm bunlar nəşə çəkirlər. Mənə təklif elədilər ki, 2 tüstü sən də nəşədən çək. Birincidən imtina elədim, çəkmədim. Sonradan 2 tüstü vurdum. Sonra qalxdım sinifə. Sinifdə biraz oturdum, biraz birincidən pis təsir elədi, yaxşı olmadı. Sonradan əhvalım tamamilə dəyişdi, yaxşıya doğru. Mən uşaqların o ilə mırtdaşmaq, bu ilə mırtdaşmaq, nə bilim, qızlarla ürəyim istəyən zarafatı eləmək. Sonrası yenə də həmin hal təkrarlandı, yenə də istifadə elədim. Sonradan xoşuma gəlməyə başlamışdı. Artıq özüm başlamışdım arxasında düşməyə, özüm axtarmağa. Sonra satış bariqa tapdım. Sonra bariqa ilə ilk dəfə kim məni çəkdirmişsə nəşəni, o tanış elədi. Narahat olma, bəlkə oğlandı. Yəni satqınlıq eləməz. O da arxayın olub, yenidən onu davamlı şəkildə ondan alırdım. Xeyli müddət ondan nəşə aldım, istifadə elədim. Yaşım da artdıqca başladım avaraçılıqlar eləməyə. Artıq mənim özümün ətrafım var idi, ətrafımdan çəkirdi. Artıq dalınca o qədər düşməyə ehtiyac yox idi. Əlim hər yerə çatırdı. Yəni hansı tinə, hansı dalana getsəm, mənim üçün bez problem idi. Bir dənə zəngə gəlib götürə bilərdim. Hətta pulsuz da götürürdüm. Elə qret eləyirdilər ki, problem yoxdur, gəl nə vaxt istəyirsən, bizlik verərik.